Salam Münir. Elana görə narahat edim. 350 manata ofisantlıq işi üçün gəlmişdim. Hə, bildim qaqaş. Elanda 350 qoymuşuq, amma 350 verməyə hal-hazırda imkan yoxdur. Hal-hazırda maksimum 300 manat. Razısan da? Əslində ehtiyacım var idi. Eybi yox 300 manat da olar. Nə vaxtdan başlayacağam inşallah işə? Hə, bildim qaqaş. Elə bugündən başlaya bilərsən. Aşağıya düş resepsiyona, resepsiyonda sən qeydiyyat alsınlar, elə gəl işdə. Demək ki, müdür yolladı. Allah sizdən razı olsun. Çox sağ olun, var olasın. İndi bu dəqiqə aşağıdan qeydiyyat edib işə başlayıram. Müdür, bəs mənim maşınım nə vaxtdan artacaq? Samuel, ləzzət olur da, mənə nə qədər güldür. Doğub səni, anavın da biləm, yaxşı ki səni çıxarıb. Bu boyda şirkət 2 dənə şirat. 3 eləyirəm onda. At. Allah kravatı üstə çıxdı səni. Ehtiyacım var dedim, 50 manat maaşımı kəsdilər. Yəqin məndən daha da çox ehtiyacı olan insanlar var.